24 sentyabr 2025-ci il Sentyabr qrupunun 19:00 qrupu ilə müzakirələrə başladıq. Müzakirə mövzularımız Böyük Səlcuq, Böyük Monqol, Qızıl Ordu dövlətləri. Deməli, Nailə müəllimə sizdən başlayacağam. Bəli, müəllim, buyurun. Bacardığınız qədər maksimum tezliklə cavab verin. Səlcuq imperatorluğu nə zaman dünya dövləti səviyyəsinə qalxıb? Dünya dövləti, birinci Toğrulun dövründə də Bəli, Toğrulun dövründə. Toğrul bəy nə zaman sultan elan edilib? 1055-ci ildə Bağdad alınandan sonra. Xeyr, müəllimə. Müəllim, 1040-cı ildə Dəndənkan vuruşmasından sonra tələsdim. Bəli, Dəndənəkan döyüşündən sonra. Bəs yaxşı, birinci Toğrulun dövründə Böyük Səlcuq dövlətinin ərazisi hansı ərazilərə əhatə edirdi? Deməli, şərqdə Amudərya çayına qədər idi, qərbdə Fərat çayına qədər, şimalda Dərbənddən, cənubda da İran ərazisinə qədər əhatə eləyirdi. Bu Oğuz Yabqusu ilə Toxakın mübahisəsi baş verir. Hansı mənbədə öz əksini tapıb bu? Müəllim, o Səfrəddin Əl-Hüseyninin əsəri olur. Səlcuq əmirləri və hökmdarları haqqında əsərdə. Səfrəddin Əl-Hüseyni və Səlcuq əmirləri və hökmdarları haqqında qeyd olunub. Biz Atabəylər dövləti keçəndə Azərbaycan tarixində orada da Sədrəddin Əl-Hüseynin adını qeyd edəcəyik. Məhəmməd Cahan Pəhləvan haqqında qeydlər. Bəs yaxşı, qeyd eləyin zəhmət olmasa. Yel kimi uçan atlar üstündə uzun saçlı, yaylı və mizraqlı türkmənlər. Bu kimlər haqqında deyilmiş bir ifadədir? Bu Səlcuqlar haqqında deyilmiş ifadədir, onu da Sədrəddin deyibdir. Yox, baxın, burada başqa bir məsələ var. Yəni, bu yel kimi uçan atlar üstündə saçlı, yaylı, mizraqlı türkmənlər ifadəsi başqa bir məqamla bağlı qeyd olunur. Monqollara aiddir müəllim o. Yox, Monqollara aid deyil. Səidə müəllimə kömək eləyəcək bizə. Səidə müəllimə Bu buyurun. Çağrı bəyin deməli qüvvələri haqqında qeyd olunur. Çağrı bəyin süvariləri haqqında qeyd olunur. Bəli. Bəli. Yaxşı müəllimə, bəs qeyd eləyin zəhmət olmasa, Alparslan kimləri, hansı şəhərləri ələ keçirib? Alparslan deməli Ani, Qars, Tiflis ərazilərini ələ keçirdi. Və eyni zamanda erməni gürcü və Abxazları da məğlubiyyətə uğradıb. Onları məğlubiyyətə uğradıb, sonra həmin əraziləri ələ keçirdibdi. Roman Diagenin müttəfiqləri kimlər idi? Deməli, Muzlular idi, Ermənilər idi, Peçeniklər idi, sonra da var idi. Bəli, var idi. Erməni idi. Orada var idi. Deməli, Oğuzlar idi, Peçeneglər idi, Ermənilər idi, Muzlular idi, Anadoludakı xristiyan türkləri idi. Xristiyan türkləri idi. Bəs Bizans imperatoru nə qədər ordu topladı bu yürüş üçün? Bizans imperatoru zənnimcə 50.000 idi müəllim. Yox, 50.000 deyildi. 300.000, o birisinin dəyişdi. Tabi olacaq, bəli, 300.000. Deyin görüm, zəhmət olmasa, birinci Məlikşah hansı şəhərləri fəth edib? Anadoludakı Konya, Ankara şəhərlərini, sonra da Suriya Fələstini işğal edibdi. Ata, müjdələr olsun, oğlun dünyanın sonuna qədər hakim olduğu ifadəsi nə ilə bağlı işlənilib, hansı mənbədə işlənilib? Məlikşahın sözüdür o müəllim. Elə bil ki, öz Bizansı elə bil ağır xərac alır, öz qılıncını Qara dənizə tullayır və Qara dəniz sahillərindən də bir ovuc torpaq alır, atası qəbri üzərinə tökür, deyir ki, müjdələr olsun. Yəni oğlun dünyanın sonuna qədər hakim olacaq. O Məlikşaha aid. Tamamilə doğrudur. Bəs bu mənbə hansı mənbədə öz əksini tapıb bu məsələ? Bu İbrahim Kafesoğlu idi deyəsən müəllim. Sultan Məlikşaha aid olan mənbəsində. İbrahim Kafesoğlu Sultan Məlikşah əsəri ilə bağlı qeyd olunacaq. Tamamilə doğrudur. Qeyd edin zəhmət olmasa, Monqollarda sosial bərabərsizlik nə zaman yaranıb? 12-13-cü əsrlərdə. Və 12-ci əsrdə artıq demək olar ki, bəli, maldarlar içərisində tədricən sosial bərabərsizlik yaranıb da 12-ci əsrdə. Yaxşı, bəs qeyd edin zəhmət olmasa, Monqol tarixinin dönüş nöqtəsi hesab olunan hadisə hansı hadisədir? O, onun qurultayı olur. Orada Çingiz xan Böyük Monqol dövlətini elan eləyir. Hətta orada Tep-Tengri adlı şaman da elə bir Temirçini, yəni əzəli və əbədi dünyanın hökmdarı elan eləyir. Bu, ona görə dönüş nöqtəsi adlanır ki, bütün Monqol tayfalarını elə bil öz ətrafında birləşdirir. Bəli, tamamilə doğrudur. Qızıl Ordu dövləti nə zaman parçalandı? Hansısa döyüşdən sonra, Terek çayı sahilindəki döyüşdən sonra məğlub olur. 14-cü əsrin sonlarında 1395-ci il Terek çayı sahilində döyüşdən sonra
Qızıl Ordu parçalanmağa başlayıb. Bəs yaxşı, Qızıl Ordu nə zaman Monqol imperatorluğu ilə əlaqələri tamamilə kəsərək, tamamilə müstəqil siyasət aparmağa başlayıb? 13-cü əsrin sonları Bəli, 13-cü əsrin sonlarında tamamilə doğrudur. Ən qüdrətli vaxtında Qızıl Ordunun şəhərləri, daha doğrusu ərazisi hansı əraziləri əhatə edirdi? Qərbi Sibir, Şimalı Xarəzm idi. Zənnimcə Şimalı Qafqaz, Krım, Qıpçaq çölləri idi. Tamamilə doğrudur. Bəs qeyd edin görüm, Saraybatı şəhəri harda yerləşir? Saraybatı İdil çayı arasında, Volqa çayı arasında. Yəni, Şimali Qafqazda yerləşir. Tamamilə doğrudur. Bəs yaxşı, Batı xan qərbə yürüyüş zamanı Monqollar əvvəlcə kimləri tabe etdilər? Məğlubiyyətə uğratdılar. Onun yadımdan çıxdı. Köməkdən istifadə edək. Buyurun könül müəllimə. Yadıma düşdü. İdil Bulqur knyazlarını müəllim. Bəli, İdil Bulqarlarını, yəni Volqa Bulqarlarını və Rus knyazlıqlarını tabe etdi. Rus knyazlıqlarını tabe etdi. Daha sonradan isə, bəs yaxşı, nə zaman qoşunlarını Polşaya yönəltdi? 1241-ci ildə. Yox, 1241-ci ildə o artıq Polşa, Alman, Macar qoşunlarını məğlub edib Macaristan və Çexiyaya daxil olur. Amma 1240-cı ildə Ukraynanı tutur, bəli, Bəli. Kiyevi ələ keçirir, Polşaya yönəlir və Polşaya daxil olur. Bəli. Yaxşı, sadə bir sual verəcəm. Deyin görüm, Yuan sülaləsinin əsası nə vaxt qoyulub? 1271-ci ildə Xubilay xan dövründən 1368-ci ilə qədər də mövcud olub. Xatırlayırsınız, əvvəllər qırmızı sarıqlar üsyanı var idi. Bəli, müəllim, elə onun nəticəsində Yuan sülaləsi devrilmişdi. Təşəkkür edirəm Nailə müəllimə. Sağ olun, müəllim. Könül müəllimə davam edirik. Buyurun müəllim. Könül müəllimə, qeyd edin zəhmət olmasa, Qızıl Ordu sözünün mənası nə deməkdir? Qızıl Ordu sözünün mənası müəllim Monqol dilində çadır mənası verir. Aha. Yəni ordu sözündən əmələ gəlib də. Yəni burada Qızıl Ordu xanları elə ki, çadırları qızıl örtü ilə örtülü olduğu üçün buranı Xanların Qızıl düşərgələrində xan çadırının üstü qızıl Bəli. rəngdə örtü ilə örtüldüyü üçün örtüldüyünə görə Qızıl Ordu hesab olunur. sonra Cüce ulusunu da bu cür adlandırdılar. Bəli. Cüce ulusu hansı əraziləri əhatə etməli idi? Əslində Şimal Qafqazdır, Qıpçaq çölləridir, Şimal Xarəzmdir. Qərb tərəflər. Qərb ulusunun xanı hesab olunur. Deyin görüm, Çingiz xanın burada vəsiyyətnaməsi var. Bu vəsiyyətnaməsin əsasən 3 əsas məsələ qeyd olunub. Hansı məsələlərdir bunlar? O dövləti 4 ulusa bölür oğlanlar arasında. Bir də böyük xan qurultayda seçilməlidir. Amma digər xanlar da həmin qurultaya, yəni böyük xana tabe olmalıdırlar. Böyük xana tabe olmalıydı, bəli. Və də hətta qeyd olunub ki, biz əvvəllər də buna rast gəlmişik. Çingiz xanın bu ilk və son səhvi idi. Bəli, Çünki o ən düşünürdü böyük ki, daxil çəkilmələrin qarşısını alacaq, əksinə isə parçalanmanı yaratdı. Burada Qızıl Ordu dövlətində ali icra edici orqan var. Ali icra edici orqan hansı orqandır? Ali icra edici orqan Ali məclisdir də bunlarda. Ali icra edici orqan Ali məclisdir. Yox, ali məclis başqa bir məsələdir. Yəni bir qədər fərqli var, arasında bir qədər fərq var. Bizə kömək edəcək Səidə müəllimə. Yəni burada deməli divan idi, baş divan. Bəli, dövlət divanı. Dövlət Dövlət divanı ali icra edici orqan idi. Mülki və hərbi səlahiyyətlərə malik idi. Malik idi, Eyni bəli. zamanda iki hissəyə bölünürdü. Biri bəylərbəyliyə, biri də baş vəzirə. Deyin görün Könül müəllimə. Baş vəzir nəyə baxırdı, bəylərbəyi nəyə baxırdı? Baş vəzir mülki işlərə rəhbərlik edirdi, bəylərbəyi isə hərbi işlərə. Hərbi işlər rəhbərliyidir. Tamamilə doğrudur. Deyin görün, Ali Məclislə bağlı bayaqlar qeyd etdiniz. Ali Məclis bəs nə idi? Ali Məclis yəni böyük xanın yanında, yəni məşvərətçi orqandır. Bura yəni sərkərdələr fəaliyyət göstərən məşvərətçi orqan. Bəzən mən testlərdə rast gəlmişəm bu məşvərətçi orqan sözünü, yəni ümumi sınaqlarda da, məsələn, testin biri Qızıl Ordudandır, biri Ukraynadandır, biri SSR-dəndir, biri Azərbaycan Xalq Cümhuriyyətindəndir. Testin içərisində müxtəlif rəngçiliyi var. Məsələn, orada qeyd edir ki, xanın yanında fəaliyyət göstərən qanunverici orqan. Qətiyyən ola bilməz. O dövrdə qanunverici orqan icazə
Qızıl Ordu dövlətində. Yaxşı. Bəs qeyd edin zəhmət olmasa. Kulikova döyüşünün nəticəsi nə oldu? Kulikova döyüşü deməli o 1223-cü ildə idi. Qıpçaq Rus Qıpçaq qoşunlarını məğlub eləyir Monqollar. 80-ci ildə Kulikova döyüşü. Mən Kalka həmişə onu qarışdırıram. Kalka döyüşüdür. Mən bayaq qeyd edirəm. Kulikova 1380-dədir. Burada Mamay xanı Rus knyazları məğlub edir. Moskva knyazlığının qüvvələri tərəfindən məğlub olur və bununla da elə bil ki Moskva knyazlığının Qızıl Ordudan vassal asılılığından çıxır Moskva knyazlığı. Həmişə onu Tamam, qarışıq sayıram. Nə zaman Qızıl Ordu dövlətini ara müharibələr bölüdü? Ara müharibələr bürüdü. Mən 1359-cu ildə Cüzi nəslində olan xanların hakimiyyəti başa çatandan sonra Hakimiyyət uğrunda mübarizə başladı, amma ara müharibələr əsasən xarakterlikdir. 15-ci 15-ci yüzillikdə, 15-ci yüzdə, bəli, o 15-ci yüzdə hətta orada ara müharibələr nəticəsində müstəqil dövlətlər yaranır. Krım xanlığı, Həştari xan, Naqoy Ordası, Sibir xanlığı və bunlar da Rusiya 16-cı yüzillikdə işğal eləyir. Deyin görün, Çingiz xan hansı Monqol tayfalarının özünə tabe edib? Merkutidir, Naimandır, bir də Kirait tayfaları. Bu üç Amma tayfanı bilir. yanlış dediniz. Səhv dedim. Bəli, səhv dediniz. Çünki hələ o vaxtlar Çingiz xan deyildi. Çingiz xan deyildi. Bəli. O vaxtlar Temuçin idi hələ. Daha sonra Çingiz xan olacaqdı. Məsələyə diqqət edin. Testlərdə də bu məsələni qeyd eləmişik dəfələrlə. Bəli, yəni Temuçin, Nayman, Kirait və Merkit və başqa Monqol tayfalarını tabe etdi. Ona qarşı çıxan yaxın dostu kim idi? Onu aradan götürdü. Camuqa. Əvvəllər yazılırdı Toğrul və Camuqa. İndi sadəcə Camuqa verilir və biz sadəcə Camuqanı öyrənməliyik. Yeni kitablar çıxıb Anarsayevin, onları əldə eləyin, mütləq şəkildə əldə edin. Yaxşı, bəs qeyd edin görüm zəhmət olmasa. Hansı addım idi ki, Monqol ordusunun sıralarının genişlənməsinə səbəb olub? Monqol ordusunun sıralarının genişlənməsinə səbəb olub. Bu hansı məsələ idi, hansı səbəb idi? Orada müəllim, Monqol qoşunları Çingiz xan dövründə yüzlük, onluq yəni tüm onluqlara, yüzlüklərə bölünmə deyildi. O deyil, yox, o deyil. Genişlənmə. Bir anla unuttum. Bizə kömək edəcək xatirə müəllimə, buyurun. Axşamınız xeyir müəllim. Çingiz xanın hərbi yürüşləri zamanı o bir sıra ərazilərə yürüş eləyir. 1207-ci ildə o bir çox Türk tayfalarını, Monqolları birləşdirib geniş işğallara başlayır və əvvəl Çinə işğal etməsi, lakin hələ ora başlamamışdan əvvəl Şərqi Türkistanı və bir də Sibiri işğal edir və bu addım da onun ordusunun sayının genişlənməsinə gətirib çıxardır. Bəli, tamamilə doğru. Sibir və Şərqi Türkistanın işğalı nəticəsində bu addım onun ordunun sıralarının genişlənməsinə səbəb oldu. Təşəkkür edirəm xatirə müəllimə. Yaxşı, davam edək. Monqollar kimlərin varisi hesab olunur müəllimə? Jujanların varisi hesab olunur müəllim. Jujanların varisi hesab olunur. Yəni məğlub etdiyi Jujanların varisi. Səlcuq dövləti parçalandığı zaman hansı hissələrə parçalanır? Orada məsələn Kiçik Asiyada əmirliklər vardı. Azərbaycanda Atabəylər Eldənizlər dövləti. Kiçik Asiyada əmirliklərdir, Konyadır. Azərbaycanda Atabəylər dövlətidir. Sonra Xarəzm şahları. Doğrudur, sonra? Xarəzmşahlar, Kirman, Suriya, İraq, Azərbaycanda Atabəylər, Kiçik Asiyada Anadolu Sultanlığı. Bəli. Tamamilə doğrudur. Yaxşı, bəs deyin görüm, Malazgirt vuruşmasının gedişatı zamanı kimlər idi ki, Səlcuqların tərəfinə keçmişdi müəllimə? Səlcuqların tərəfinə keçənliklərlə müəllimə Oğuzlardır. Məndə telefon səsi az, zəif çıxır. Alo, müəllim, eşidirsiniz məni?
Mən sizi aydın eşidirəm. Bəs mən eşidə bilmirəm, siz zəif gəlirsiz. Yəni mənim səsimdə məncə yaxşı da gedir. Yəni sadəcə sizdən nəsə onda. Siz telefonun kodunu verin də, kodunu qaldırın. Tam kod vermişəm. Zəng gəldi, zəng gələndən sonra oldu. Görmədim. Onsuz da kifayət qədər, yəni sizin vaxtınızda biz sual cavab etmişik, narahat olmayın. Başda mikrofon işarəsi var. Onun üstünə bir dəfə basın. Çox sağ olun. Düzələcək. Tamam müəllimlər. Təşəkkürlər Könül müəllimə. Sonra keçin növbəti. Mətanət müəllimə hazırsınız? Bəli, müəllim. Davam edirik. Mətanət müəllimə, qeyd edin zəhmət olmasa, Məlikşahın hakimiyyəti dövründə dövlətin əraziləri hansı ərazilərə həyat edirdi? Demək, Məlikşahın dövründə bu 1072-1092-ci illərdir. Aha. Yəni, o dövlətin çiçəklənmə dövrüdür. Burada əsasən şərq sərhədlərini möhkəmləndirməyə başladı. Aha, bəli. Şərq sərhəd, bir dəqiqə, qərbdə Aralıq dənizi, şərqdə də demək Aral gölünə qədər Bəli, əraziləri Aral çatırdı. gölünə qabağımız. Və Tamamilə doğrudur. Bəs yaxşı, Alparistan hakimiyyətə gəldikdən sonra onun ilk vəzifəsi nə oldu? onun ilk vəzifəsi demək milli birliyi qoruyub saxlamaq idi. Daha da gücləndirmək, dövləti daha da gücləndirmək idi. Əsas məqsədi bir də Amudəryanı, yox belə Anadoluya yiyələnmək, Türk bayrağının torpağına çevirmək idi Anadolunu. Tamamilə doğrudur. Bəs yaxşı, qeyd edin zəhmət olmasa, Şərqin və Qərbin hökmdarı titulu nə zaman verilir? Şərqin və Qərbin hökmdarı bu verilibdir Sultan Toğrula tərəfindən, Abbasi xəlifəsi tərəfindən verilib. Yəni o Bağdada yürüş edəndən sonra 1055-ci ildə. 1055-ci ildə, bəli, o həmin proses zamanı. Bəs Həm də. yaxşı, Səlcuqlar Qəznəlilərin hakimiyyəti altında olan Xorasan ərazilərinə nə zaman köç ediblər? Xorasan ərazilərinə bircə dəqiqə orada mən Köməkdən istifadə edək. edək, yadımdan çıxdı nəsə. Bizə köməkli eləyəcək Nailə müəllimə, buyurun. 11-ci əsrin 30-cu illərində müəllim. Bəli, 11-ci əsrin 30-cu ildə. Tamamilə doğrudur. Birinci Toğrul hökmdar kimi fəaliyyətinə hansı hadisə ilə başladı? Hakimiyyətinə Bəli. Yəni hakimiyyətə başlayarkən 1038-ci ildə dövlət yaradır və toplantıda deyir ki, bütün məsuliyyət bizim üstümüzdədir, Səlcuq oğullarının üstündədir, biz dövlət yaratmışıq və ilk işləri nə oldu? Hansı işlər gördü? Yəni işə necə başladı o? Burada idarə üsulu qoydu, demək, Səlcuq idarə üsulunu qurmağa, təşkilatlanmağa başladı Nişapurda. Sonra Xorasan, hakimiyyətin bütün Xorasana bir neçə xarici dövlətlərə yayır. Abbasi xəlifəsinə elçi göndərir, onun hakimiyyətini tanıdır. Sonra bir də Mərv yaxınlığında döyüş olur. İki əsas məsələ var. Yəni hakimiyyətə başlayarkən Nişapurda Səlcuq idarə üsulunu qurmağa və təşkilatlanmağa başladı. Abbasi xəlifəsinə elçi göndərərək onun hakimiyyətini tanıdı. Hakimiyyətini tanıdı. Belə qeyd edəcəksiniz. Bəs yaxşı, burada döyüş fillərindən söhbət gedir və ordudan söhbət gedir. Nə qədər qoşunla Qəznəlilər hücum etdi Səlcuqların üstünə? Demək, bu döyüş haqqındadır, yəni Dəndənikan döyüş haqqındadır. Mərv yaxınlığındakı 1040-cı il mayın 23-də baş verib. Bu, Xorasanda baş verən üsyandan və Səlcuq dövlətinin hücumlarını eşidəndən sonra Sultan Məsud Hindistana səfərini yarımçıq qoyur, geri dönür. Burada 300 döyüş fili var idi, 50 mində döyüşçüsü var idi, hücum edir. Lakin burada dövrün tarixçiləri deyirlər ki, Məsudun ordusu çox güclü idi, həm də çox idi. Lakin Türkistanın belə qarşı ala biləcəyi qədər böyük təchizatlı bir ordusu var idi. Lakin Səlcuqlar Dəndənəkan qalası ətrafında, necə deyirlər, baş verən döyüşdə Qəznəlilər üzərində parlaq qələbə qazandı. Mərv qurultayında da artıq qələbəyə görə Toğrul Sultan titulu aldı. O, bütün məsuliyyətin Səlcuq nəslinin üzərinə düşdüyünü dedi. Və əsasən mübarizəni, yəni Qəznəlilərlə, Qaraxanlarla mübarizəni davam etdirməkdənsə, əsas siyasi dağınıqlıq olan digər ərazilərə, Bizansa, sonra Cənubi Qafqaza yürüşlər etmək qərarı alındı qurultayda. Tamamilə doğrudur.
Müəllimə, bəs deyin görüm, Oğuz dövlətinə qarşı mübarizədə Səlcuq bəyin işini asanlaşdıran faktor hansı faktordur? Burada məncə o İslam dinini qəbul etməsi idi. Bəli, İslam dinini qəbul etməklə Bəli. bağlı. Səlcuq Çünki bəyin onun atasının adı nəticəsində nədir? Səlcuq bəy Tokaq bəy. Tokaq bəy hesab olunacaq. Yaxşı, bəs qeyd edin görüm, Bizansa kəşfiyyat yürüşü nə zaman baş verib? Bizansa bircə dəqiqə Bizansa yadımdan çıxdı bu. Köməkdən istifadə edir. Buyurun Səidə müəllimə. 1015-ci ildə 1015-ci ildə baş verildi. Bəs bu kəşfiyyat yürüşü zamanı Səlcuqlar hansı fəaliyyətdə burada yaradılır? Yəni hansı fəaliyyətlə məşğul oldular? Bizans Köməkdən istifadə edirik yenə də. Bizə kömək edəcək Firzə müəllimə, buyurun. Van göl ətrafına qədər gedib çıxdılar. Oradakı Bizans tayfalarını məğlub edib, daha sonra geri qayıdıb, yəni harda möhkəmlənmə işləri apara biləcəkləri haqqında, yəni qərarlar müəyyənləşdirməyə Bəli, başladılar. tamamilə doğrudur. Son bir sual daha verəcəm Mətanət müəllimə. Deyin görün, bu Səlcuqların qılıncları da dilləri kimi itidir. Bu ifadəni kim qeyd edib? bilməyəcəm onu. Köməkdən istifadə edir. Bizə kömək edəcək Könül müəllimə. Burada müəllim, deməli Qəznəli subaşısı. Bəli, Qəznəli subaşısı hesab olunur. Tamamilə doğru. Təşəkkür edirəm müəllimə. Sağ olun. Daha sonra bizə cavab verəcək Səidə müəllimə. Hazırsınız müəllimə? bəli, bəli, bəli. Müəllimə, qeyd eləyin görün zəhmət olmasa. Nə zaman Aral gölünə doğru köç etdilər Səlcuqlar? Deməli 935-ci ildə, 962-ci ildə isə Gənd bölgəsinə gəldilər Səlcuq bəyin başçılığı altında. Bəs yaxşı, onlar müsəlmanlığı qəbul etdikdən sonra hansı adla tanınmağa başladılar? Türkmən adını tanımağa başlandılar. Oğuzlar Türkmən adlanmağa başladılar. Tamamilə doğrudur. Yaxşı. Bəs qeyd edin görüm. Dünya tarixində böyük dönüş nöqtəsi hesab olunan hadisə hansı hadisədir? Malazgirt döyüşü 1071-ci ildə olmuşdu. Malazgirt döyüşüdür. Müqavilə imzalanmışdı Roman Diogenlə. Hansı Roman müqavilə Diogen şərtlərindən ibarət? müqavilənin şərtlərindən deməli Bizans Səlcuqlarının asılığı qəbul edir. Hər il onlara deməli vergi verməli idi və qoşunla köməklik göstərməli idi. Hərbi yardım etməli idi. Bəs müəllimə, burada Roman Diogenlə Alparslan arasında müəyyən bir məktublaşma baş verir. Yəni elçilər mübadiləsi baş verir. Də belə. O döyüşdən əvvəl deməli Alparslan öz adamlarını göndərir Roman Diogen yanına, ona sülh təklif edir. Amma Roman Diogen deyir ki, deməli İsfahanda mı deməli yoxsa Həmədanda mı deməli qışlayacağam görəsən. Yəni deyir ki, amma elçi cavab verir ki, öz səni bilmirik, amma atların desən Həmədanda demək. Həmədanda amma qışlayacaq, amma səni bilmirik də. Yəni belə bir cavab verir. Bəli, yəni orada qeyd olunur ki, Roman Diogen onlara cavabında İsfahan mı yoxsa Həmədan mı yaxşıdır? Mən İsfahanda, atlarım isə Həmədanda qışlayacaq. Türk elçisi isə cavabında deyir, atların Həmədanda qışlayar, sənə gəlincə bu hələlik məlum deyil. Məlum deyil, hə. Məqamı idi. Alparslan hansı titullarla tanınırdı? Müsəlmanların xilaskarı, İslamın nuru. Malazgirt döyüşündən sonra almışdı bu titulları. Abbasi xəlifəsi vermişdi Malazgirt qələbəsinə görə. Alparslanın vəziri kim idi? Nizam Mülk. Məlikşah hakimiyyətə gəldiyi ilk günlərdən nəyə çalışırdı, nəyə təşəbbüs göstərirdi? Məşə, bilmirəm, deyə bilməyəcəm, yadımdan çıxıb, bilməyəcəm. Köməkdən istifadə edirik. Bizə köməklik edəcək, deməli, Şəfa müəllimə, buyurun. Məlikşah ilk günlərdən daxili sabitliyi qorumağa, bir də sərhədlərini möhkəmləndirməyə, özü də şərq sərhədlərini möhkəmləndirməyə. Məlikşah hansı ölkələri fəth etdi? Demək, Fələstini, Suriyanı işğal etdi, Konya və Ankaranı əl keçirmişdi. Bizansdan ağır xərac almışdı. Daha sonra, deməli, 1088-ci ildə Şəddadilər dövlətinin varlığına son qoymuşdu. Siz qeyd elədiniz ki, Araq dənizinin şərq sahillərindəki dövlətləri. Yox, yox. Suriya və Fələstini fəth etməsi. Bəli, Suriya Fələstinin fəth edilməsini getdim, dedim. Konya və Ankaranı dedim. Bizansdan ağır xəracın alınması, 1088-ci Şəddadilər dövlətinin varlığına son qoyması, onu dedim. Aha.
Bəs yaxşı, 1-ci Məlikşahı Çingiz xan və Şah 1-ci Abbasla oxşar xüsusiyyəti hansı hesab olunur? Tayfa müxtəliflik prinsip əsasına qoşun təşkil etmişlər. Tamamilə doğrudur. Bəs yaxşı, ticarəti canlandırmaq üçün həyat keçirdiyi tədbirlər var idi. 3 əsas tədbir var. Hansılar? Vahid çəki ölçü pul sistemi yaratmışdı. Karvan yollarının təhlükəsizliyini təmin etmişdi və bəzi tacirlər, bəzi bölgələrin tacirlərinin rüsumlarını azad etmişdi. Sultan Səncəri nüfuzdan, hörmətdən salan hadisə hansı hadisə? Monqol mənşəli Qarakitaylara məğlub olmuşdu. Qarakitaylar hansı ərazini ələ keçirdilər bu zaman? Məvər nəhri, Amudəri ilə Sırdərya çayındakı arasındakı torpaqları. Mavərə nəhri hansı ərazi idi? Sırdərya və bəli, Amudəri çayısının gələcləri. Tamamilə doğrudur. Bəli. Yaxşı, Çingiz xan hərbi strategiyasına əsasən 3 faktor var ki, onların aparılması bunların strateji olaraq planlarıdır. Dəqiq kəşfiyyat məlumatları demək toplamaq, düşmənin zəif və güclü tərəflərini öyrənmək və qəfil kəşfiyyat gücləri, qəfil düşmən üzərinə hücuma keçmək. Monqolların qanunlar məcəlləsində hansı məsələlər vardı? 3 faktor var. Hansı faktorlardır? Yarlıqlar, əmrlər, yasaqlar, qanunlar və Çingiz xanın nəsihətləri. Çin səfərindən sonra Çingiz xan haraya yönəltdi qoşunlarını? Çin səfərindən sonra. Bəli. Çin Xərəmşahlara, Mərkəzi Asiyaya, 1219-21. Tamamilə doğrudur. Bəs yaxşı, əzəli və əbədi mavi göyün Temuçini dünya xaqanı göndərdiyini bəyan edən kim idi? Septegri, Şaman. Tamamilə doğrudur. Ümumiyyətlə, hücumlarında istifadə etdikləri manipulyasiya nədən ibarət olub? Onlar ümumiyyətlə işğal etdikləri ərazidə ahalidə qorxu yaratmaq üçün, baş verici üsyanların qarşısını almaq üçün və ahalini özlərini tabe etmək üçün bunlar kütləvi qətliamlardan belə çəkinmirdilər. Tamamilə doğrudur. Monqol uluslarının Böyük xan ilə əlaqələrini zəiflədən faktor. Dövlətin paytaxtının Pekinə köçürülməsi 1264. Tamamilə doğrudur. Kubilay xan dövründə. Monqol imperiyası nə zaman müstəqil dövlətlərə parçalandı? Monqol 14-cü əsrin əvvəllərində. 14-cü əsrin əvvəllərində. Bəli, tamamilə doğrudur. Yaxşı, Çingiz xanın vəsiyyətinə əsasən hansı ərazilərdə gələcəkdə qərbə tərəf işğallar zamanı Cuciyə verilməli idi? Bu Xarəzmdir, Dəşti Qıpçaqdır və Şimali Qafqazdır. Batı xan Avropanın içərilərinə doğru yürüşü dayandırmasına mane olan amillər, 3 əsas amil vardı. Hansılar? Deməli, Böyük xanın ölüm xəbəri, ordu sıralarının deməli, əskərlərin yolunması, ordu sıralarının pozulması, bir iki tabe edilmiş ərazilərdə baş verin üsyanlar. Mən çox fikir vermişəm müdavimlərə həddindən artıq. Məsələn, üstündən 3 ay, 4 ay keçir, məsələn, bu mövzudan uzaqlaşır da, gəlir çıxır, biz SSR oxuyuruq və yaxud 2-ci Dünya müharibəsi oxuyuruq və s. Müəllim Böyük Monqol xaqanın ölüm xəbərini yadında saxlayır. Əskərlərinin yorulması və ordu sıralarının pozulmasını yadda saxlayır, amma xalq üsyanlarını yaddan çıxarır. Yəni, ən çox belə nöqtəvi məsələlərə diqqət edin. Yəni, mən testlərdə də bunları salanda əsasən bunları bu ümumiyyətlə testi yazdınız, 40 dənə testdən, 5 dənə səhv yazınız, 15 dənə səhv yazınız, neçə səhv yazınızsa, onları götürün, dəftərinizə qeyd edin. Özünüz üçün, məsələn, bu testdə bunu səhv yazdım, ona görə ki, məsələ bu idi. Çünki 3 ay 4 aydan sonra düz təkrar edəcəyik biz. Proqramı bitirəndən sonra təkrara qayıdacaq. Amma yadınızda hər zaman işləy vəziyyətdə olsun. Yaxşı, sadə bir sualla yekunlaşdıraq sizinlə müzakirəni. Qızıl Ordunun parçalanması nəticəsində yaranan türk dövlətləri var idi. Hansı türk dövlətləri idi onlar? Qazan, Həştərxan, Krım, Noqay ordası. 15-ci əsr parçalandı. Çox keçmədi ki, bu xanlıqlar da Rusiya tərəfindən işğal olundu. Bəli, tamamilə doğrudur. Təşəkkür edirəm müəllimə. Daha sonra bizə cavab verəcək Şəfa müəllimə. Bəli, buyurun. Bizdə dəqiqə müəllimə. Aha. Müəllimə, Əhməd xanın Moskva knyazlığına yürüş etməsinin 2 məqsədi var idi. Hansı məqsədlərdir bunlar? Əhməd xanın məqsədi ondan ibarət idi ki, elə bil
itmiş qüdrətlərini bərpa eləsinlər. Bir də onlar Rus knyazlıqları asıllıqdan çıxmışdılar, yenidən onları asıllığını təmin eləmək məqsədindən yürüş etdilər. İmtiyazlı təbəqə hesab olunurdu. İmtiyazlı Tarxan, Toxtamış xan neçənci illərdə hakimiyyətdə olub? Toxtamış 1380-dən gəlir. Neçənci ilə kim olur? İllər mənim yadımda biraz az qalır. 1382-dən 95-ə kimi elə bil. 1382-95. 1380-1395-ci illərdə. Bəs deyin görüm, nə zaman köçmə Monqollar daha azlıq təşkil edirdi, daha az idi Qızıl Ordu dövlətində? Köçmə Monqollar az idilər. Bəli. Oxumuşdum belə bir şey, qoyum yadıma sala bilirəmmi? O şeyin vaxtındaydı. Deməli, Özbək xanın dövründə idi. Bəli, Özbək xan. Özbək xan neçənci illərdə hakimiyyətdə olub müəllimə? O 1313-42. Elə 13-də də İslamı qəbul edir. Bəli, 1313-1342-ci illərdə. Tamamilə doğrudur. Bəs yaxşı. 13-cu əsrin 40-cı illərində Qızıl Ordu dövləti yarandı. Qızıl Ordunun ilk paytaxtı hansı şəhər oldu? Saraybatı. Saraybatı şəhəri hesab olunur. Tamamilə doğru. Çingiz xan, daha doğrusu Özbək xanın fəaliyyəti dövründə baş vermiş əsas məqamlar hansı məqamlardır ki, bunlar Özbək xan hakimiyyət dövründə baş verən açar məqamlardır? O Özbək xanın dövründə İslamı rəsmi din elan etməsi, türkləşmə prosesi onun dövründə elə bir başa çatdı. Əsas məsələ o idi. Bir də dediyiniz köçər Monqolların azlıq təşkil etməsi. Yəni yerli tayfaları ətrafında cəmləşdirirdi da, elə bir ki o Qızıl Ordunun müəllimə süqut etmə səbəbləri. Qızıl Ordunun yəni parçalanması bu Terek döyüşündən sonra başladı. Bir də üsyanlar var idi. Daxili çəkişmələr, belə bir şeylər. Daxili çəkişmələr və ara müharibələr nəticəsində süqut etdi. Belə bir məqam qeyd olunmaqdadır. Kubilay xan neçənci illərdə hakimiyyətdə olub? Kubilay xan, ay Allah, xanların hakimiyyəti mənim yadımda yaxşı qalmır. Bir onu deyəm ki, 1260 71-də Çin özünü Çin imperatoru elan eləyir. 64-cü ildə gəlir hakimiyyətə. 1264, 94, hə, 4-lər var axırında. 64-94. Çox lazımlıdır. Mən hətta şairlər və yaxud alimlər ki var, bu indi keçəcəkdə biz sizlərdən gələcəkdə tutaq ki, Övliya Çələbi haqqında olsun və yaxud Piri Rəis haqqında olsun və s. Mən müdavimlərə deyirəm ki, onların yaşadığı dövrün illərini öyrənin. Niyə görə? Çünki sual miqdə və yaxud sertifikasiyada elə formatda ola bilər ki, məsələn, Piri Rəisin yaşadığı dövrdə, yaşadığı illərdə baş vermiş hadisələrdəndir və yaxud həmin hadisələrdən deyil. O tipli test düşə bilər sizlərə. Son öhdəsindən gələ bilməyiniz üçün sizə konkret olaraq Piri Rəisin neçənci illərdə yaşadığı lazımdır. Və yaxud Kubilay xan hakimiyyəti illərində baş vermiş hadisə Azərbaycan tarixində baş vermiş hansı hadisə ilə tutaq ki, xronoloji baxımından eyniyyət təşkil edir. Yəni müxtəlif bu kateqoriyadan suallar düşə bilər. Ona görə də hər bir məqama diqqət etməlisiniz. Yəni hakimiyyət illəri də öyrənilməlidir, xronologiya da öyrənilməlidir, oxşar fərqli cəhətləri də diqqət etməlidir. Bir sözlə hər bir məsələyə hazır olmalısınız. Yaxşı, bəs deyin görüm, nə zaman Mərkəzi Asiyanın işğalı baş çatdırılıb? Mərkəzi Asiyanın işğalı şeydir da, o Xarəzmşah Cəlaləddin 1921-ci ildə. 1221-ci ildə başa çatdırdı. Hədə 1219-21. Qeyd edin görüm, Xarəzmşah Cəlaləddinin oğlunun adı nə idi? Xarəzmşah Cəlaləddin özü Xarəzmşah Məhəmmədin oğlu idi. Bəli, tamamilə doğrudur. Məhəmmədin oğlu idi Cəlaləddin. Cəlaləddin oğlu deyil. Yaxşı, bəs deyin görüm, Monqollarda yeni birləşmələr yarandı. Bunlar ordular adlanırdı. Ordularla bağlı nə deyə bilərsiniz? Onlar hərbi birləşmələri idi. Onlara da Noyanlar, Bahadırlar rəhbərlik eləyirdi. Gələcəkdə də o Noyanlar, Bahadırlardan xanlar elə bil meydana gəlirdi, yaranırdı. Gələcək xanlar təyin edildi. Hansı ərazilərdə yaşayırdılar? Necə? Monqol tayfaları Mərkəzi Asiya çöllərində, bir də Altay dağı ətəkləri idi. Hə, elə bil ki. Altay dağlarının qərbinə qədər. Hə, qərb. Təsəvvür düşsə ki, Altay dağlarının şərqinə qədər,
Yəni o yanlış olacaq. Altay dağlarının qərbinə qədər. Buna diqqət edin. Yaxşı, əsas məşğuliyyətləri hansı sahələr olur? Onların məşğuliyyəti elə maldarlıq, ovçuluq. Köçəri maldarlıq və usul. Nə zaman qəbilə münasibətləri dağılıb Monqollar arasında? 12-ci əsrdən qəbilə münasibətləri dağılmağa başlayıb bunlarda. Hansı ümumiyyətlə xalqlar ki, onlar birbaşa ibtidaizmadan feodalizmə keçilir? Onlar belə bu Monqollardır. Ondan sonra Yaponları deyirdik, səhv eləmirəmsə Almanları deyirdik, Ərəbləri də demişik, Slavyanları da demişik. Belə yadımda gələn bunlardır. Bəli, tamamilə doğrudur. Yaponlardır, türklərdir, Monqollardır, Ərəblərdir. Bunlar hesab olunacaqlar. Sonra bir də Slavyanların da bir hissəsi daxildir bu hissəyə. Bəs yaxşı, qeyd edin görüm. Niyə görə Tanrı tərəfindən göndərilən xan adlandırılır Çingiz xan? Tanrı tərəfindən göndərilən xan. Onu Tengri deyirdi, elə bil ki ona. Bəli, deyir ki, yəni Tanrı tərəfindən seçilmişdi, doğrudur, amma ona aid bir mülahizə verilirdi. Yəni ağ nə idi? Ağ qurd, ağ maral, nə bilim göy qurd, belə bir məsələ var idi axı orada. O Mənim kitabımda yoxdur, köhnədir, amma indi təzə kitab əldə eləyəcəm. Onu bizə kömək edə bilər kimsə burada? O rəvayət var idi. Rəvayət. Hatırlayamıyorum. Bizə Nailə müəllimə kömək eləyəcək. Bəli, müəllim, orada deyir ki, səfalətin yetişdirdiyi şəxsiyyət və Tanrı tərəfindən göndərilən o qədim Monqol inançlarına əsaslanır. Deyir ki, Tanrının iradəsi ilə Göyqurd və Ağ maraldan dünyaya gəlir. Elə bir Monqolların 24-cü nəslinə aid olur. Bəli, Nailə müəllimə. Kifayət çox sağ olun. Bəli, baxın onunla bağlı olan məsələdir. Baxın o məsələ. İndi sualımız davam edir. Şəfa müəllimə, deyin görün, Temuçin hansı qəbilədən idi? Kiyat qəbiləsindən. Kiyat qəbiləsindən idi. Atasının adı nə idi? Yesugay. Yesugay idi. Yesugay zəhərlənib öldürülən zaman Temuçinin neçə yaşı var idi? 12. 12 yaşı var idi. Temuçin kimdən mübarizə aparmışdı? Targutay. Targutay idi. Baxın, bir var Targutay, bir var Taragay, bir də ki var Tokak. Tokak Səlcuqun atasıdır. Targutay Temuçinlə mübarizə aparan idi. Bir də ki var Taragay. Taragay da Teymurun atasıdır. Taragay. Belə. Yaxşı. Sultan Səncərdin səncə illərdə hakimiyyətdə oldu müəllimə? 1118-1157 o nə yaxşı yadımda qalır. Bəs deyin görüm, Qaraxanlı dövləti üzərinə yürüş edib, məğlub edib, aslı vəziyyətə salıbdı. Hansı hökmdar? Qaraxanlıları Toğrulda məğlub etmişdi. Amma aslı vəziyyətə salmaq hansında da aslı vəziyyətə salıb. Hətta vergi alıb. Məlikşah. Bəli, Məlikşahda hesab olunacaq. Tamamilə doğru. Qaraxanlılar şeydə də var, elə bil. Axırıncı Sultan Səncərdə də var. Oxşarlıqları da onların. Əsas hansı məsələ idi ki, müəllimə? Səlcuqlarda iqtisadiyyatın inkişafına şərait yaradıb. İqtisadiyyatın inkişafına şərait yaradıb Səlcuqlarda. Aha. Bəlkə İslam, Türk İslam olmaları, İslam dini qəbul etmələri. Mətanət müəllimə kömək edəcək bizə. Buyurun. Bu Məlikşahın zamanında ticarəti canlandırmaq üçün bir sıra fəaliyyətlər həyata keçirdi. Vahid çəki ölçü pul sistemi tətbiq olundu. Sonra tacirlər bəzi rüsumlardan azad olundu. Karvan yollarının təhlükəsizliyi təmin olundu. Bu da ki, iqtisadiyyatın inkişafına şərait yaratdı. Bəli, tamamilə doğrudur. Təşəkkür edirəm müəllimə. Sağ olun. Bəs qeyd edin görüm. Mərv qurultayında hansı qərarlar qəbul edildi müəllimə? Mərv qurultayı deməli 1040-cı ildə oldu. Elə ki, bu Dəndənəkandan sonra oldu da bu qurultay. Bu qurultayda birinci Toğrul Sultanı elan olunur Dəndənəkan qələbəsinə görə. Ondan sonra da göstərir ki, bütün məsuliyyət bizim nəslimizin, yəni Səlcuq nəsillərinin üzərinə düşür. Hansı ərazilərə yürüş etməyə qərar alındı? Qəznəvidən çətinlik çəkirdilər bunlar mübarizədə. Onlar çox duruş gətirirdilər. Deyir ki, onlardansa dağınıqlıq keçirdən, nə bilim, pərakəndə olan Cənubi Qafqaza, Bizansa, bu yerlərə hücum eləyək. Əvvəldə amma İranı da deyir, elə bil ki, o Dəndənəkandan sonra deyir Azərbaycana, İrana, İraqa yol açılır. Amma burada
Məndə İran sözünü yazmır. Cənubi Qafqaz Bizans Tamamilə göstərir. doğru. Bəs yaxşı, hələ dövlət yaratmamışdan əvvəl Toğrul bəy və Çağrının başçılığı ilə Səlcuqlar nə səbəbə görə Anadoluya köç etdilər? Hə, onlar deməli torpaq çatışmazlığı, otlaq çatışmamazlığı səbəbindən ən Siyasi çox. təzyiqlərdən, yer azlığı və otlaq çatışmazlığı səbəbindən Anadoluya köç etdilər. Təşəkkür edirəm Şəfa müəllimə. Qiyafət müəllimə, buradasınız? Bəli, müəllim. Daha sonradan gəlib, deməli, Lamiyə müəllimə burada. Sonra Mehriban müəllimə burada. Bəli, buradayam müəllim. Tamam müəllimlər, davam edelim. Deməli, Qiyafət müəllimə, sizlə davam edirik. Buyurun. Səlcuqlar Oğuzların hansı boyundandır? Sadə bir sualla başlayaq. Qınıq boyundan müəllim. Qınıq boyundandır. Niyə görə bu Oğuz Yabğusu ilə münasibətləri pisləşdi? Çünki Oğuz Yabğusu elə bil türklər üzərinə yürüş edirdi. Bunu da Səlcuqun elə bil atası narazılıqla qarşıladı. Onlar arasında mübarizə düşdü. Sonradan elə bil Oğuz Yabğusu səhvini belə deyək ki, başa düşdü. Oğuz Yabğusunun yoldaşı da deyir ki, sən bu belə deyək ki, Oğuz yəni sən Yabğusunun hakimiyyəti yoldaşı itirazə deyirdi ki, sən əgər Səlcuqu belə deyək ki, buradan uzaqlaşdırmasan, hakimiyyət bulağını təmizləməyəcək. Bunu da Səlcuq eşitdi və öz tərəfdaşlarını toplayaraq uzaqlaşdı. Bəli, tamamilə doğrudur. Sənin nəslindən olanlar çox uzaq ölkələrə hökmran olacaqlar. Bəli. Hansı məsələ? Bunu Səlcuqa elə bir yuxusunda görmüşdü. O yuxunu yozanlar demişdi. Yaxşı, müəllimə. Qəznəli subaşısı hansı şəhərdə ümumiyyətlə at çapırdı da belə loru dildən desək? Yəni insanları bezdirmişdi artıq. Xorasanda. Xorasanda hansı şəhər? Xorasanda hansı şəhərdə? Bilmirəm amma. Sadə bir sualdır əslində. Köməkdən istifadə edək. Buyurun Fizzə müəllimə. Nişapurda. Nişapur, bəli, Nişapur şəhərində. Hə. Bəs yaxşı deyil görüm, Səlcuqların Mərkəzi Asiyada mövqeyi nə zaman möhkəmləndi? Mərkəzi Asiyada deməli 1040-cı ildə Dəndənəkan döyüşündən sonra. Bəli, Dəndənəkan nəticəsində hesab olunacaq. Tamamilə doğrudur. Alparslan kimin oğlu idi? Alparslan deməli Çağatayın. Çağatay Monqol ulusudur. Nə müəllim? Çağatay Monqol ulusudur. Monqol. Ugedey, Çağatay, Cuci, Tuli, Bulaki. Toğrulun qardaşı. Çağrı bəy demək istəyirsiniz. Çağrı bəy. Qatdımız. Yaxşı, bəs deyin görüm. Sultan Toğrul Bağdad xəlifəsinə məktub göndərir. Orada deyir ki, biz Səlcuq oğulları daim qəzavat və cihad yolunda öndərlərik. Bizim ilk başçımız və öndərimiz kim olub qeyd edir? Əmimiz İsrail deyirdi. Aha. Və onun haqqında da məlumatları qeyd edir və nəhayət deyir ki, bizim hakimiyyətimizin qanuni olması üçün biz onun xəlifə tərəfindən təsdiqini istəyirik. Bu barədə məlumat harda öz əksini tapıb? Sədrəddin Əl-Hüseynin Səlcuq xanları və hökmdarları haqqında olan kitabının. Bəli, tamamilə doğrudur. Alparslan hakimiyyətə gəldikdən sonra əvvəlcə hansı addım atıb, hansı şəhərlər, hansı ümumiyyətlə addımlar atıb? Hə, o əvvəlcə deməli Bizansla əlaqə saxlayan deməli gürcüləri, ermənilər məğlub eləyir. Bunun ardınca da Tiflis, Ani, Qars şəhərlərini tutur. Alparslan nə zaman və harda öldürülüb? Deməli, Alparslan sui-qəsd nəticəsində Mərkəzi Asiyada olan Qaraxanlı dövlətinə yürüş edən zaman 1072-ci ildə öldürülür. Yaxşı. Bizansdan daha ağır xərac alan kim idi? Bizansdan daha ağır xərac alan Məlikşah. Məlikşah hesab olunacaqdır. Bəs yaxşı,
Deyin görüm, ölkədə nə zaman iqta torpaq mülkiyyət forması daha geniş yayılıb? Müəllim, yəni o 2000-2000 hakimiyyəti dövründə Bəli, olmağını mı bəli, bəli. soruşursunuz? Məlik Şahın Bəli. müəllim. Məlikşahla bağlı hesab olunacaq. Yaxşı, bəs deyin görüm, Səlcuq dövlətinə böyük zərbə vuran faktor hansı faktor hesab olunur? Deməli, o faktor Məlikşah öləndən sonra artıq belə deyək ki, saray uğrunda çəkişmələr başladı. Tabe edilmiş dövlətlər üsyana başladı. Bu da onlara Yox. böyük bir zərbə idi da. Yox, konkret faktor var. Konkret hadisə var ki, Səlcuq dövlətinə Səlib böyük yürüşləri zərbə. müəllim. Bəli, xaç yürüşləri, Səlib yürüşlərinə Bəli. bağlı hesab olunur. Bəs Səlib yürüşlərinin 1096-1099. nəticəsində, birinci xaç yürüşləri nəticəsində hansı ərazilər itirdi Səlcuqlar? Deməli, Suriya və Fələstinin bir dəniz sahili ərazilərini itirirlər. Səliblər Qüdsü ələ keçirirlər. Bir də Aralıq dəniz sahilinin bəzi ərazilərini. Sultan Səncərin hakimiyyəti dövründə dövlət neçə hissəyə parçalanıb? Deməli, Azərbaycanda Atabəylər var idi. Sonra İraq Səlcuq sultanlığı var idi. Kirmanşah var idi. Xarəzmşahlar var idi. Yox, onlar kimisə boyunduruğu altındaydı. Yəni əsasən iki hissəyə Hə, parçalanmışdı. iki yerə müəllim, iki yerə. İki yerə parçalanmışdı. Xatırlayırsınız Azərbaycan tarixində var idi İraq Səlcuq sultanlığı. Bəli. Baxın, İraq Səlcuq sultanlığı, bir də ki, bu həmin Səlcuq sultanlığı, böyük Səlcuq sultanlığı. Yaxşı. Nə zaman köç başladı Monqollarda? Monqollarda nə zaman köç başladı? 13-cü əsrdə müəllim. 12-ci əsrdən etibarən. Böyük Monqol xaqanlığının ilk paytaxtı. İlk paytaxtı Qaraqorum. Bəli, təbii ki, Qaraqorum şəhəri hesab olunacaq. Hərbi islahat keçirtdi. Yəni, geniş işğallara başlamaq üçün güclü ordu yaratmağa başladı. Bəli. Bu məqsədlə hansı addımlar atdı Çingiz xan? Deməli, burada onluq, yüzlük, minlik şəklində elə bil orduları qurdu. Buna uyğun da məsələn 10 başı, 100 başı, 1000 başı kimi rütbələr olan əsgərlər oldu da, yəni rütbələr verdi. Aha, tamamilə doğrudur. Çingiz xan, daha doğrusu Çingiz xanın sərkərdələri hansı məsələ ilə bağlı olaraq gəldilər, bunları Azərbaycana çıxdılar? Yəni, Cəbə və Sultan. Kəşfiyyat xarakterli yürüş var idi, onunla bağlı. Amma onlar başqa bir məsələ arxı. Məsələn, tutaq ki, belə deyim mən sizə, İsveç kralı tutaq ki, 12-ci Karol gəlib çıxmış Osmanlı İmperiyası ərazisində. Halbuki, məsələn, Şimal müharibəsində Rusiya ilə müharibə apardı. Yəni, Cəbə və Subutay başqa məqsədlə əslində onlar gəldilər, amma gəldilər, çıxdılar o Azərbaycana gəldilər onlar. Bizə kömək edəcək burada Şəfa müəllimə. Onlar Xarəzmşah Cəlaləddini təqib edərək gəldilər. Bəli, onlar Xarəzmşah Cəlaləddini tapmaq istəyirdi. Ona görə dedilər ki, həm ziyarət, həm ticarət. Gəldilər, İrana və Cənubi Qafqazda kəşfiyyat etdilər. Və belə bir məsələ qeyd olunub. Deyir, bu Cənubi Qafqazın işğalı üçün zəmin yaratdı. Bax, zəmin yaratdı məsələsi çox önəmlidir. Yəni, birinci yürüşdə zəmin yaratdı məsələsi qeyd olunub. Sadə bir sual. Kalqa çayı sahilində kimlər məğlubiyyətə uğradılar? Rus qıpçaqları məğlubiyyətə uğradıblar. Deməli, 1223-cü ildə olub bu döyüş. Bəli, tamamilə doğrudur. Paytaxt nə zaman Pekin şəhərinə köçürülür? Paytaxt Pekin şəhərinə 1264-cü ildə. Monqol dövlətindən qərbdə yerləşən ölkələr necə ölkələr sayılır da Monqollarda? Qərbdə yerləşən dövlətlər? Bəli, yerləşən ərazilər. Necə ərazilər, necə ölkələr adlanır? Cuci ulusuna məxsus ərazilər idi. Doğrudur, amma onlara bir xüsusi ad verilmişdi. Yəni, dövlətin adını soruşursunuz, Qızıl Ordu. Məsələn, Qaraqorum qurultayında hansı ərazilərə yürüş etməyə qərarı verildi? Hə, Qaraqorumda məsələ gün batan ölkələr. Bəli, gün batan ölkələrə baxın. Bəli. Yəni, qərbdə yerləşən, Monqol dövlətinin qərbdə yerləşən ərazilər gün batan ölkələr sayılırdı.
Qıpçaq Rus çölünə və Cənub-Şərqi Avropaya yürüş etmək qərarı alındı. Baxın, bu belə bir məsələ qeyd olunmalıdır. Bəs yaxşı deyin görüm, Macar qoşunları nə zaman məğlub edildi? Macar qoşunları 1040-cı ildə, yox, 1041-ci ildə. 1241. 1241-ci ildə. 1241-ci ildə məğlubiyyətə uğradılıbdır. Evet. Yəni ondan sonra Macaristan və Çexiyaya daxil olublar. Baxın, belə bir məsələ qeyd olunmalıdır. Təşəkkür edirəm müəllimə. Yox, Tamam. müəllimə. Daha sonra Xatirə müəllimə davam edirik sizinlə. Hazırsınız Xatirə müəllimə. Bəli. Deyin görüm, hansı ərazidə öz dövlətini, Monqol dövlətini yaratdı? Müəllimlər, səsi bağlayın, zəhmət olmasa orada. Bir dəqiqə mən. Səsi bağlayın, zəhmət olmasa. Bizim manisi yaratmasın. Buyurun. Xatirə müəllimə, deyin görüm, Batı xan hansı ərazidə, yəni sırf hansı ərazidə dövlətini yaratdı? Batı xan hansı ərazidə dövlətini yaratdı? Baxın, Batı xan getmişdi ki, Böyük xan seçkisində iştirak etsin. Nəticəsi nə oldu? Həmin vaxtı o gedir, iştirak etmək istəyir, amma gedə bilmir. Ondan sonra orada İdil çay sahilində dayanır və burada Batı Saray şəhərini saldırır. Saray Batı şəhərini saldırır. Bəli, yəni İdil, Volqa çay sahilində dövlətini yaradıb. Baxın, bunu soruşurdum mən sizdən. 13-cü yüzün 40-cı illərində. Türkləşmə prosesi nə zaman başa çatıb? Özbək xanın hakimiyyəti illərində, İslam dini onun dövründə rəsmi dövlətli elan edilir və Qızıl Orda türkləşmə prosesi başa çatır. Xalqın narazılığını artıran faktorlar hansı faktorlardır? Xalqın narazılığını? Bəli, artıran faktorlar. Qızıl Orda dövlətinə qarşı xalqın narazılığını artıran faktorlar var. Hansı faktorlardır bunlar? Həmin dövrdə demək... Baxın, məmur özbaşınalıqları vergilərin çoxluğu. Vergilərin çoxluğu xalqın narazılığını artırmışdır. O 1359-cu ildə hətta Kiçik Məsud xanların hakimiyyəti başa çatır və bundan sonra da... Mamay xanın aqibəti necə oldu? Mamay xan 1380-ci ildə Kulikova çölündə döyüş baş verir Rus knyazlıqları ilə Mamay xan qoşunu arasında və bu zaman Mamay xan qoşunu ağır məğlubiyyətə uğrayır və döyüşdə Mamay xan öldürülür. Xatirə müəllimə, siz Terek çayının harada yerləşdiyini xəritədə tapa bilərsiniz? Xəritəni yaxşı bilmirəm. Terek çayının harada? Şəfa müəllimə, buyurun. Məncə o Şimali Qafqazdadır. Şimali Qafqazdadır, bəli, Terek çayı. Hətta yəni Yerini axtaranda sizin testlər vardı. Elə bir Dərbənddən yuxarıda mən o hissələrdə Dərbənddən yuxarıdadır. Bir çox müəllimlər onun yerini səhv yazırlar. Mən dəfələrlə müəllimlərə test qeyd eləmişəm. Dərbəndin biraz yuxarısını Dərbəndi qeyd eləmişəm. Müəllimlər onu qeyd ediblər. Amma halbuki bir qədər məsafə var xəritə nöqteyi nəzərdən. Terekin ərazisi. Ona görə də Terek həmin testi ümumiyyətlə işləyin. Testi işləməmişsiniz yəqin ki, Xatirə müəllimə. Xeyr, işləməmişim. Testləri mütləq. Mən bundan sonra Kurikulum saytına baxacağam. Hansı müdavimlərimiz testləri işləyiblər, hansılar işləməyiblər, hansılar video izaha baxıblar, hansılar baxmayıblar. Ona görə diqqətli olun məsələn. Yəni artıq indi mən başa düşürəm, çox vacib iş ola bilər, müəyyən məsələlər ola bilər, dərsə qoşulmamaq ola bilər hardasa. Yəni digər müəllimlərlə edilmiş sual-cavabı baxmaq olar. Amma testi işləməlisiniz. Testi hər kəs işləməlidir. Saytda indi hər gün, minimum hər gün 100 dənə test, 120 dənə test yüklənəcək, hər gün. Onlar hamısı sizi gözləyir, işləməlisiniz onları. Deməli, dövləti idarə edən birinci şəxs nə sayılırdı, Xatirə müəllimə? Böyük xan, Qızıl Orduda Böyük xan sayılırdı. Bəs deyin görün, vergi yığan məmur nə idi? Baskak. Baskak hesab olunur. Bu tarixanlar yarlıq alırdılar, nəyə görə? Qızıl Orduda tarixanlar imtiyazlı şəxslər hesab olunurdular. Onlar vergidən azad olmaları haqqında Böyük xandan fərman aldılar. Bu da ki, yarlıq adlanırdı. Böyük yasada bu ənlər əsaslanırdı, əsasən Türk İslam ənlərinə. Bəs yaxşı, qeyd edin zəhmət olmasa.
Ali Məclislə bağlı hansı məsələni qeyd edə bilərsiniz? Ali Məclis. Ali Məclis xanın yanında ali məşvərətçi orqan sayılırdı. Buraya sərkərdələr, vəzirlər, ali müsəlman ruhanilər, Rusların xanları, ali müsəlman Rusların ruhanilər. xanları daxil idi. Bəli, onlar. Təşəkkür edirəm müəllimə. Sağ olun. Xatirə müəllimə, sizin vaxtınız var, hələ vaxtınız var. Amma biz Qızıl Ordu, Monqol, Səlcuq sual-cavabını yekunlaşdırdı. Yəni 1 saatdır gedən müzakirədə biz elə bir hissə qoymadıq ki, oradan sual verməyək. Yəni hər yerdən verdik. İndi mən sizə sual vermək düzgün deyil. Axı Səlcuq dövləti nə vaxt yaranıb, paytaxtda hansı şəhər olub. Yəni buna görə biz müzakirə təşkil etmirik. Bunu onsuz da özünüz də bilirsiniz. Mən ona görə də əvvəlki mövzulardan sizə suallar verəcəm. Müəllimə, qeyd edin zəhmət olmasa, Uyğur dövlətinin tənəzzülə, ümumiyyətlə zəifləmə səbəbləri hansılardır? Şəfa müəllimə, buyurun, nəsə demək istəyirsiniz, əlinizi qaldırmışsınız. Yox, elə qaldırıqlı qalıb. Elə qalıb, tamam. Deməli, qeyd edin Uyğur xatirə. dövləti yaranıb, Uyğur dövləti Mərkəzi Asiyada, Uyğurlar Evet. Mərkəzi Asiyada yaşayan türk tayfaları olmuşlar və 744-cü ildə Göktürklərin varlığına son qoyub Uyğur dövlətini yaratmışlar. Dövlətin zəifləmə səbəbləri hansılardır müəllim? Bəli. 4 dənə səbəb. 900 illikdə zəifləməyə başlamışdı. Birinci, xaqanların sui-qəsd nəticəsində öldürülməsi, iqlim Aha. dəyişikliyi, ölkədə dini maniçiliyin yayılması, bir də dini pərakəndəlik, bunu da dini pərakəndəlik nəticə çıxarması, bir də tabe edilmiş tayfalar vardı, xalqlar vardı, onların baş vermiş olan üsyanlar, bu zəifləmədən istifadə edib üsyanlar qaldırırdılar. Sonradan da Tamam. burada bundan istifadə edən tayfalar ki vardı, o cümlədən 842-ci ildə Qırğızlar üsyan qaldırırlar və Uyğur dövlətini süquta uğradılar. Bəs yaxşı, deyin görüm, Avropada, Asiyada və Afrikada müharibələr aparan Romalı kim idi? Romalı? Bəli. Bilmədim. Avropada, Asiyada, Afrikada kim kömək edər? Bizə kömək edən bir müəllim lazımdır. Qiyafət müəllimə, buyurun. Yuli Sezar? Göz testi işləmisiniz? Yox. Testdə mən salmışam onu. Yaxşı, bəs deyin görüm, Romada daxili ixtişaşlar nə zaman baş veribdi, xatirə müəllimə? Romada daxil ixtişaşlar. Bəli. Romada daxili ixtişaşlar nə zaman baş verib? Biz artıq indi bir həftədən sonra hər yeni mövzu verəndə sizə əvvəlki mövzulardan da bir dənə verəcəm. Müzakirənin axırında bir 15 dəqiqədə artıq keçəcəm ki, sual cavab edir. Deməli, daxili ixtişaşlar köməklə istifadə edirik. Muzlardan təşkil olunurdu o ordu. Yox, o deyil, yox. Daxili ixtişaşların baş verməsi fərqlidir. Kim kömək eləyər bizə? Tamam, cavablandırıram o zaman. 3-cü əsrdə Romada başlayan daxili ixtişaşlar və xarici hücumlar iqtisadiyyata mənfi təsir etdi. Düzdür müəllim, düzdür. Epidemiya nəticəsində əhalinin sayının azalmasına və vergi gəlirlərinə mənfi təsir etdi. Baxın, belə bir məqam qeyd olunmaqdadır. Yaxşı. Aralıq dənizi ölkələrinin elmi biliklərinin toplandığı əsər hansı əsərdir? Yunanistana aiddir mi? Yox, Yunanistana aid deyil. Romaya? Romaya aiddir, bəli. Amma hansı əsərdir bu? Bir dəqiqə, təbii tarix, Böyük Plinin əsəridir bu. Bəli, təbii tarix hesab olunacaq. Bəli, Böyük Plini ilə bağlı hesab olunur. Tamamilə doğru. Yaxşı. Oktavian Avqust neçənci əsr və neçənci illərdə hakimiyyətdə olub? Oktavian Avqust. Bəli. Avqustunda verilmişdi. Oktavian Avqust eramızdan əvvəl 27, eramızın 14-cü ilində. İlk Roma İmperatorluğu. Bəli. Biraz o bir dərslər təkərləməmişəm də yadımdan biraz. Təkrarlanmayanda bəli, yaddan çıxır. Narahat olmayın. Pizza müəllimə. Davam edirik Pizza müəllimə.
Müəllimə, mən sizə Səlcuq Monqol Qızıl Ordudan da sual verə bilərəm. Yəni bu seçim sizə məxsusdur. İstəsəniz qarışdırıb hər yerdən suallar verə bilərəm. Yəni fərqli yerlərdən olsun da. Yəni seçim tamamilə müstəqil şəkildə sizə məxsusdur. İstəsəniz deyərsiniz ki, müəllim, mən bu dərsi öyrənmişəm. Yəni mən xahiş edirəm bu mövzudan sual verin. Yəni bu sizin haqqınızdır. Ya da ki, müəllim, eyni sualları bayaqdan dinləyirəm. Yəni eyni sualların verilməsini istəmirəm. Yəni fərqli yerlərdən verin. Hə, bu da yəni sizin haqqınız. Çünki vaxt dəqiqə sizindir. Tamam, davam Yox. edirik. Fərqli yerlərdən verirsən. Bəs deyin görüm, Pulizo sözünün mənası hansı dildən keçib? Bunu heç Latın Mhm. dilində idi. Finikiyalı deməkdir. Punizus Finikiyalı deməkdir, amma Latın dilindədir. Bizdə də Latın göməldir. dilində. Gəlirəm, sizə mənə gəlirəm. Buyurun. Deməli, müəllimə, bəli, bu Latın sözündən keçibdir. Deyin görün, ilk dəfə qladiator döyüşləri nə zaman keçirilməyə başlayıb? Eradan əvvəl 3-cü əsr. 3-cü əsrdən etibarən. Tamamilə doğrudur. Deyin görüm, Roma imperiyasının ərazisi nə zaman Atlantik okeanından iki çay arasına və Nil çayından Britaniyaya qədər geniş ərazini əhatə edib? Mark Trayanın dövründə idi, 9817. Bu 2-ci əsrdə, bəli, Trayan dövründə hesab olunur. Mərkəzi hakimiyyət və əyalətlər arasında əlaqələr zəifləyib. Romada. Bəli, nə zaman? Bir, ikinci, yox da bilmirəm. Paytaxt köçürülməsi nəticəsində. Mhm. Yəni Konstantin dövrü. Bizantiya. Paytaxtın Vizantiya köçürülməsi. Bəli, tamamilə doğrudur. Mərkəzi Asiyada olan türk tayfaları Göytürk dövlətinə tabe edildi. Bilgə xanın dövrü idi bu. Bilgə Xaqan neçənci illərdə hakimiyyətdə olub? Ayda. Hakimiyyət. 716-cı ildən 734-cü ilə qədər. bəli, 734. Türkistan ərazisi hansı ərazilər hesab olunur? Türkistan, Turan. Hə, orada var idi bir dəqiqə. Avropanın qərbi belə bir şey Deməli, yazılmışdı. Türkistan, Turan. Avropanın. İndiki Mərkəzi Asiya, Çinin Sinteziyan Uyğur Milli Rayonu, Sibirin cənubu, İranın şimal-şərqi və Əfqanistanın şimalını əhatə edir. Belə bir məsələ qeyd olunmaqdadır. Deyirəm, Aytisinin atası kim idi, anası kim idi? Kimin? Aytisi. Aytisi. Ay, yox, bilmirəm. Atası, biz köməklə istifadə edir. Buyurun, Səidə müəllimə. Deməli, anası Almaniyada, atası Romalı idi. Atası Alman idi, anası Romalı. Romalı idi, hə. Bəli. Orada qeyd olunmalı. Kitabda səhifə 86-da. Deyin görüm, Qaraxanlı dövləti hansı dövlətin varisi sayılır? Qaraxanlılar Qaraxanlı dövləti hansı dövlətin varisi sayılır? Göytürklərin. Qaraxanlı dövləti deməli. Yox. Köməkdən istifadə edəcək, bizə kömək edəcək xatirə müəllimə. Qarlıq Xaqanlığının varisi sayılırdılar. Bəli, Qarlıq Xaqanlığı. Qarlıq Xaqanlığının varisi sayılır. Burada Tamam. məlumat var deyə qarda nə bilim qalınlar sonra Bəli, belə bəli. baxımla bağlılar. Yaxşı, bəs deyin görüm. Samanilər dövlətinin əraziləri Qaraxanlılarla Qəznəvlər arasında bölüşdürüldükdən sonra
Qaraxanların əraziləri hara qədər genişləndi? Demək, Hindukuş və Qaraqorun dağları ərazisi arasında. Baykalından Hindukuş və Qaraqorum dağlarına qədər genişləndi. Belə bir məsələ qeyd olunmaqdadır. Yaxşı. Ərəb millətçiliyi siyasəti yeridirdi. Demək, Əməvilərin dövründə idi. Bu da üsyanlara səbəb olmuşdu. Bəli. Cəs Əs-Süləmi kim idi? Cəs Süləmi. Mənbədə yazılmışdı da o. Hə, bu Cəs şey Əs-Süləmi. sərkərdə idi. Məktub göndərmişdi. Bu sərkərdə Həbib ibn Məsləmin 644-cü ildə Tiflis əhalisi göndərdiyi Bəli, məktubda qeyd olunan Hafiz idi. Yəni Quranı əzbərə Bəli. bilən şəxs idi. Hafiz. Cəs Bəli. Əs-Süləmi. Bütün Ərəbistan yarımadası fəth olundu. Nə zaman? 4 xəlifə dövründə. Bəzən qəribə səslənir. Yəni məsələn bütün Ərəbistan yarımadası fəth olundu deyəndə kimlərsə elə gəlir ki, yəni dəhşətli bir şeydir də bu. Yəni Əməvilərin dövründə falan da olub. Amma halbuki xəlifələrin dövründə olub. Ona görə də diqqətli olmalıdır. Yəni onu əslində rahat yolu belə xəritə ilə tapıb öyrənəndə çox rahat yadda Bəli. qalır. Xəritə ilə, hə, o daha yaxşı yadda qalır. İnşallah bu həftə sonu mən sizə yenə əlavə salacağam da. Yəni tutaq keçən həftə 2 həftədən bir əlavə salıram mən sizlərə. Bu həftə yenə mən sizə əlavə salacağam 6-cı gün ya bazar günü. Həmin vaxtı xəritələri öyrədəcəm. Daha testlərin müzakirəsini mən özüm yükləyəcəm. Daha da testləri video şəklində yükləyəcəm, baxacaqsınız. Mən sizə xəritə dərslər keçəcəm bu həftə inşallah. Yaxşı, bəs deyirəm 5də 1 nə idi? 40da 1 vergisi nə idi? 5də 1 xərac idi. Daşınma ilə maçdan alınırdı. Zəkat 40da 1 idi. Daşınma ilə maçdan alınırdı. Tamamilə doğrudur. Təşəkkür edirəm Füzə müəllimə. Çox sağ ol. Deməli, Mehriban müəllimə, hazırsınız? Bəli, buyurun. Mehriban müəllimə, 2 seçim var, 2 haqqınız var. Hansını seçirsiniz? Axırıncı dərsimizdə əvvəlləri təkrar eləməmişəm. Tamam müəllimə. İnşallah onda sonuncu dərsimizin müzakirəsini qeyd edirik. 6 Mehriban bazara müəllimə, sağ. necə müəllimə? Təkrara. 6 bazar təkrara keçəcəm mən. İnşallah eləyin, bazar günü mən əlavə dərs alacağım sizlərə. Bir də bir məsələni qeyd edim. Mehriban müəllimə, siz mənlə keçənləri sentyabrdan, oktyabrdan başlamışdınız hazırlığa. Bəli, başladım, amma cədvəlimiz uyğun gəlmədi. Qoşula bilmədim, amma dərslərinizə qulaq asırdım. Baxın, Sonradan. biz amma o vaxtları siz yeni başlayanda WhatsApp-da başlamışdıq dərsə. Bəli. Yox, elə Kurikulum Az saytına. Yox, Sonra edirdi, yüklənirdi, amma sual cavabı WhatsApp üzərindən idi məncə. Bəli. Zoom-a Sual cavabınız. Hə, sual sonradan Zoom-a keçdi. Hə. Bəli. Yaxşı. Müəllimə, deyin görüm, nə zaman Monqollarda qəbilə münasibətləri dağıldı? Qəbilə münasibətləri 12-ci əsrdə dağıldı. 12-ci əsrdə dağıldı. Tamamilə doğrudur. Deyin görüm, Temuçin Monqolların neçənci nəslindən idi? 24-cü nəsildən idi. Bu Monqol inanclarına görə onlar Göyqurtdan və Ağmaraldan dünyaya gəlmişlər. Onların ulu əcdadları. Teymurçin də 24-cü nəsildən idi. Yaxşı, bəs deyin görüm, Şərq xalqları nə adlandırırdı, Avropalılar nə adlandırırdı? Şərq xalqları Moğol deyirdi, Avropalılar Monqol. Avropalılarsa Monqol deyir, tamamilə doğrudur. Bəs yaxşı, deyin görüm, nə zaman onlar Şimali Qafqaza gəldilər? Onların Şimali Qafqaza gəlməsi, Şimali Qafqaza hücumları olur. Monqolların Nə zaman gəldilər bu Monqollar? Yadımı salma. 1222-ci ildə. 1222-ci ildə müəllimə. Hə, Kalka çayı sahilindəki döyüşdür. Kalka döyüşü. 1223-də də Kalka döyüşü olmuşdu. Amma 22-də onlar Şimali Qafqaza gəlmişlər, Mehriban müəllimə. Bəli. Deyin görün müəllimə, nə zaman Monqollar Polşaya daxil oldular?
Polşaya 1240-dır. Bəli, 41-də də 1240 Macarıstan, Çexiyadır, səhv eləmirəmsə. Yaxşı. İslam dini nə zaman rəsmi dövlət dini elan olundu Qızıl Orduda? Rəsmi Özbəyin dövründə 1313-cü ildə. Özbək neçənci ilə qədər hakimiyyətdə olub? 1342-ci ilə kimi hakimiyyətdə olub. Terek çayı sahilində döyüşün nəticəsi nə olub müəllimə? Terek çayı sahilində döyüş Əmir Teymurla Toxtamış arasında oldu və ondan sonra da burada Toxtamış məğlub oldu və parçalandı. Qızıl Ordu özünə gələ bilmədi, deyib belə parçalandı. Tamamilə doğrudur. Müəllimə, qeyd edin zəhmət olmasa, Qaraxanlı dövlətinə asılı vəzifə salan Səlcuq hökmdarı. Qaraxanlara qarşı mübarizə aparmış, deməli Səncəri də götürə bilirik. Amma özünün asılı vəzifə Ayparslan da aiddir, Toğrul da Səncərə də aiddir, aiddir, Məlikşah. Amma asılı vəzifə salan bəli, Məlikşah hesab olunur. Məlikşah neçənci illərdə hakimiyyətdə olub? 1072-1092. 1092-ci illərdə. Deyin görüm, Sultan Şərqin və Qərbin hökmdarı elan etdi Toğrulu. Ondan sonra nə etdi? Şərqin və Qərbin hökmdarı elan edir və ondan asılı vəziyyətə düşür. Özünün əlində, Abbasi xəlifəsinin əlində Səlcuq türklərinin asılı vəziyyətə düşür. Ancaq o dinin hakimi olur. Sonra belinə 2 qılınc bağlayıb. Bu 1055-ci ildə Bağdadı tutandan sonra olubdu. 1-ci Toğrulun belinə. Yaxşı müəllimə, bəs qeyd edin zəhmət olmasa. Səlcuqlar içərisində qəhrəmanlar vardır ki, ölümü elə salamlayırlar. Sanki insan nəslindən deyirlər. Hansı məsələ ilə bağlıdır? Bu Sədrəddin Əl-Hüseynin məlumatındandır deyəsən. Bəli, onun məlumatındandır Mehriban müəllimə, amma burada yəni kimlər arasında keçib burada diyaloq? Bilmədim. Köməkdən istifadə edək. Bizə kömək edəcək. Könül müəllimə, buyurun. Burada müəllim Qəznəli subaşısı İbn Şapur ora desən hökmdara yazdığı məktubda deyir onu. Bəli, yəni bəli, subaşı qeyd eləmişdi. Baxın, hökmdara yazır ki, bəs belədir. Yəni Səlcuq oğullarının üstünə atır bütün məsuliyyəti. Müəllimə, qeyd edin görüm. Oğuz Yabğusu ilə münasibətləri pisləşəndən sonra Səlcuq bəy hansı addım atıb? O 935-ci ildə əvvəlcə Aral gölünə doğru köç edir. Ondan sonra 962-ci ildə də Cənd şəhərinə gəlir. Və burada İslam dini Cənd şəhərinə gəlir və burada da İslamı qəbul eləyir və bundan sonra Oğuzlar Türkmən adlanmağa başlayırlar. Eyni zamanda 11-ci əsrin 30-cu illərində də Xorasanda məskən salırlar. Məskunlaşırlar. Yaxşı, bəs deyin görüm. Deməli, Malazgirt vuruşması nəticəsində, yəni Malazgirt vuruşması baş verən bir prosesdə Bizans imperatorunun başına hansı hadisələr gəlir? Bizans imperatorunun başına nə baş verir onun həyatı ilə bağlı? Məğlub olur. Deməli, əvvəlcə öz tərəfinə digər tayfalardan, məsələn, Oğuzlardan, Peçeniklərdən, deməli, muzlu döyüşçülər tutmuşdu. Döyüş ərəfəsində isə o Oğuzlardır, Peçeniklərdir. Onlar Səlcuqlar tərəfinə keçir və beləliklə Bizans imperatoru əsir alınır. Deməli, həm o əsir alındı, həm də ki, yaralanmışdı.
Bu birlikdə müqavilə bağlanır, sülh müqaviləsi bağlanır. Yaralanmışdı Və yəni. Və hansısa Bilmirəm. kitabda mənsə Diogen idi, qulağına sırğa taxmışdılar. Əvvəlki kitablarda yazılırdı. Bəli, qeyd Səhv edirəm. eləmirəm. Azərbaycan tarixində hələ də qalmaqdadır məncə. Ümumi tarixdə çıxarıblar. Bəli, müəllim. Əvvəlki hətta məlumatlarda da verirlər ki, Roman Diakono verilən öhdəliklərin hamısını boynuna alır. Vətəninə qayıdana qədər orada imperatoru Romalıda dəyişdirirlər. Hətta Roman Diagon geri qayıdanda imperator dəyişdirilənə görə Roman Diagonu imperatorun özü öldürür və bu o sülh nəticəsində əldə olunan tapşırıqların heç biri də yerinə yetirilmir. Hansı əvvəlki kitablarda mən də oxumuşdum onu. Əvvəlki kitablarda var idi, bəli. Var idi əvvəlki kitablarda bu məqamlar. Yaxşı müəllimə, bəs qeyd edin. Məlikşahın hakimiyyətinin ilk günlərində hansı addımı atmağa başladı müəllimə? Daxili sabitlik yaratmağa çalışdı, sərhədləri möhkəmləndirməyə çalışdı. Sonra bir çox əraziləri, məsələn, kim tərəfindən? Başa düşmədim, eşitmədim, üzrlü sayın. Cahan hökmdarı adlandırılırdı. Kim tərəfindən? Cahan hökmdarı? Bəli, Cahan hökmdarı. Məlikşah Cahan hökmdarı adlandırılmırdı. Məlikşah Cahan hökmdarı adlandırılırdı, amma Nizam-ı Mülk adlandırırdı onu. Nizam-ı ən yaxın köməkçisi. Bəli, Cahan hökmdarı adlandırılır. Yəni diqqətli olun. Əslində sadə bir məsələdir, amma bəzən çətin yerləri müdavim daha yaxşı oxuyur. Yaxşı yadda saxlayır, amma asan yerləri yaddan çıxarır. Bax, şəxsən o cümlə mənim kitabımda yox idi, Cahan hökmdarı söhbəti. Məndə də yoxdur, ona görə də mən də İnşallah ki, yəni səbirli olmusunuz. Hər iki vəsait yeniləndi. Xahiş edirəm, yenilərini alın. Yəni hər ikisinə yeniləri əldə edin, kitablarınızı alın. İnşallah. Deyin görüm, Çingiz xan hakimiyyətini möhkəmləndirməyə ötürü hansı tədbir gördü müəllimə? Çingiz xan hakimiyyətini möhkəmləndirmək üçün əvvəlcə deməli Monqol tayfalarını və bir çox türk tayfalarını öz tərəfinə çəkir. Əsasən də Naymandı, Kiraitdi, Merkit tayfalarını, sonra ona qarşı üsyanları yatırtdı. Bu zaman kütləvi qətliamlardan da çəkinmədi. Bir də tabi olmayanları edam edirdi. Üsyanların yatırılması, görürsünüz, üsyanlar burada da var, Çingiz xanda da var. Yaxşı müəllimə, bəs deyin görüm. Nə zaman Moskva knyazlığının Qızıl Ordudan vassal asılığına bir dəfəlik son qoyuldu? Deməli, Kulikova döyüşündə 1380-ci ildə Mamay xanın dövründə bir dəfəlik son qoyuldu. Uqra çayında dayanma hadisəsi ilə. Uqra görüşüdür, tarixə Uqra görüşü kimi düşübdür. Deməli, 1480-ci ildə olmuşdu. Əhməd xan istədi ki, yenidən Qızıl Ordunun əvvəlki nüfuzunu, qüdrətini geri qaytarsın. Ondan sonra Rus knyazlarını yenə də Qızıl Ordudan asılı vəziyyətə salsın. Ancaq Uqra çayı yaxınlığında ərazidə o Rus knyazlarına qarşı döyüşmədi. Döyüşmədi. Hətta əvvəllər yadınızdadırsa, qeyd olunur ki, çayın bir sahili ilə Moskvada Ruslar gedirdi, bir sahilindən də onlar gedirdilər. Onlar bir-birindən sanki rəqabət kimi gedirdilər. Axırda gəldilər çayın qutaracaq hissəsində qarşılaşdılar, amma heç birisi çayı keçmədi. Yəni Qızıl Ordu çayı keçib onlar üzərinə hücum etməyə cəhd göstərmədi. Dayandılar. Yəni dayandılar və bu hadisə nəticəsində belə bir hadisə var. Buyurun Ailə müəllimə. Müəllim, həm də əvvəlki kitablarda oxumuşdum ki, elə bil ya Polşa knyazlığı olur, ya da hardasa ona söz verirlər ki, bu döyüşdə ona kömək eləyəcəklər, kömək də gəlmir. Ona görə bir müddət gözləyir ki, kömək gəlsin, gəlmir, ona görə döyüşmür, məğlub kimi döyüşdən. Bəli, tamamilə doğrudur. Belə əziz müəllimlər, bugünkü dərsimiz də beləcə yekunlaşdı. Ümid edirəm ki, bu dərsimiz də bizim hər dərsimiz kimi çox səmərəli keçdi, çox məhsuldar keçdi. Hər birinizə buna görə təşəkkür edirəm. Çox sağ olun. İşlərimiz Yenidən Moğol dövləti. Yeni dövlət
götürəcəyik. Yeni dövlətimiz proqram üzrə hansımız? Mən sizə proqram atmışam, o proqram üzrə hərəkət edəcəyik. Proqramda yəqin ki, Dehli hansı dərslərdir? Bir dənə proqram kimdəsə yaxınlığında varsa xahiş edirəm bir dənə baxsın. Yəqin ki, Yəqin ki, Dehli böyük yəqin ki, Moğol. Qızıl Ordu, Dehli və Moğol olacaq da. Hə, bunlar olacaq. Yəni Dehli Moğol. Osmanlıya qədər. Qızıl Ordunu Osmanlı keçdik də. Keçdik Qızıl müəllimə, Ordu. amma proqramda yenə vermişəm də. Mən elə bil ki, ayırmadım Monqoldan. Dedim ki, Qızıl Ordunu oxuyun, az idi deyə. Yaxşı. Ha, Osmanlı yəni götürməyək, Osmanlı. yox, Osmanlı yox, Yox, götürməyin. yox. Rahat olun. Osmanlı götürməyin. Proqram üzrə biz hərəkət edirik. Hə. Osmanlı götürmürsüz. Osmanlı götürmürsüz. Amma təkrar. Amma Teymurunu götürürsüz. Teymuri bilir ki, Qızıl Ordu. Bəli. Biz yəni Dehli Sultan, yəni Qızıl Orduya onsuz da hazırsınız da, yəni əksər müəllimlər hazırdılar demişdim. Deməli yeni Bəli. mövzu olacaq. Dehli Sultanlığı, Böyük Moğol, bir də Teymurilər dövləti. Yaxşı oldu. İnşallah Teymurlar harda? Teymurilər dövləti Osmanlıdan sonraki dərsdədir. Belə. Hər gündə inşallah ki, hər gün 80 ilə 120 aralığında sayta test yükləniləcək. Yəni 2 ay ərzində rahat bir şəkildə bir 7000 test artıq olunacaq, amma biz yavaş-yavaş təbii aktiv edəcəyik onları. Məsələn, tutaq ki, gələn həftədən etibarən 2 dənə ümumi sınaq imtahanı aktiv olunacaq. Sonra 2 həftədən bir olacaq, 1 həftədən bir. Yavaş-yavaş. Yəni etap yaxınlaşdıqca, məsələn, tutaq ki, noyabr, yanvar, fevral yaxınlaşdıqca ümumi sınaqlar daha çox orada açılacaq. Bölmə sınaqları daha çox açılacaq. Bax, belə bir məqamlar olacaq. Belə. Yəni, saytda sənəd şəklində yükləyəcəkdilər, amma sizlərin, necə deyərlər, istəyiniz üzrə hamısını ora elektron qaydada yükləyəcəklər. Müəllim, üzr istəyirəm. Bir də o işləyəndə bir neçə dəfə təkrar işləyək də sıfırlayana qədər səhvlərimizi olar. Müəllimə, amma sayt məsələn o elə bir sistemdir ki, yəni sayt sizin ilk nəticənizi göstərir də orada. Bilirsiniz də yəni bu. Müəllim, əlavə işləmək üçün deyirəm. Özüm üçün. Dəfələrlə işləyə bilərsən Nalə müəllim usta. Oldu müəllim, çox sağ olun. Yəni orada, hə, yəqin məlumatlı deyirsiniz. Dəfələrlə işləyə bilərsiz saytda həmin testi. Bəli, bax onu deyirdim ki, dəfələrlə işləyə bilərəmmi? Yəni olsun. Əlbəttə ki, dəfələrlə işləyib yoxlaya bilərsiniz. Bəs elektron qaydanı ona görə müəllimlər istəyirdilər ki, məsələn, deyirdilər ki, müəllim elektron olsun, elektron olsun. Yəni sonu fevral ayının çatanda da sentyabr ayında işlədiyiniz testi işləyə biləcəksiniz. Oldu müəllim. Çox sağ olun. Oldu müəllimlər o zaman. Sağ olun, sağlıqla qalın. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.